Həmçinin məzəmmət olunan tələsməyə aiddir. İnsan ruzi axtararkən tələsməsidir. Bir çox insanlar halal ruzini əldə etməkdə çətinlik tapdığı zaman görürsən ki, harama yönəlir tələsərək və kəmhövsələ olduğuna görə, kasıblıqdan qorxaraq, ehtiyacdan qorxaraq və bu da insanda təvəkkülün zəifliyini ortaya çıxardır və yəqindən qafil olur. Yəni Allah Teala insana təqvalı olarsa çıxış yolu açar və ona xeyirləri asanlaşdırar əgər insan düzgün səbəblərdən tutarsa və haram vasitələrdən uzaq olarsa. Necə ki İbn Macənin sünənində gəlir, Cabir İbn Abdullah radiyallahu anhudan deyir ki Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Eyyuhən-nəs, ey insanlar, ittəqullah, Allahdan qorxun və əcmilu fit-talab və gözəl şəkildə ruzi axtarın. Fə innə nəfsən lən təmuta həttə təstəvfiyə rizqaha və bilin ki, yəni bir nəfs, bir kəs ruzisi tamamlanmadıqca ölməyəcəkdir. Ruzisi tamamlanmadıqca, yəni ölənə qədər ruzi var. Və in abta anhə, yəni bir balaca yuvansa belə, geciksə belə. Fəttəqullah və əcmilu fit-talab, Allahdan qorxun və gözəl şəkildə ruzini axtarın. Xudu mə həllə və də'u mə harum, halal olanı götürün və haramı isə tərk edin. Və insan üçün bölünən ona çatmalıdır. Amma onun deyilsə bir şey ona çatmayacaqdır. Necə ki deyilmişdir, "Ləv harabəl insan min rizqihi ləədrakahu." İnsan öz ruzisindən qaçarsa, ruzidən qaçarsa, ruzi ona yetişəcəkdir. Necə ki ölüm ona yetişdiyi kimi. Yəni insan ölümdən nə qədər qaçsa da, ölüm onu yaxalayacaq və eyni ilə də insan ruzidən qaçsa da, ruzi ona yetişəcəkdir. Və belə bir deyim də var ki, yəni sən ruzinin ünvanını bilməsən də, ruzi sənin ünvanını bilir. Şair də deyir ki, "La ta'celenne feleyser rizqu bil acel." Sən tələsmə. Ruzi tələsməklə deyildir. "Er-rizqu fil-levhi mektubun ma'al ecel." Ruzi levh-u məhfuzda əcəllə yanaşı yazılmışdır. "Fələv sabarna lekana rizqu yatlubun." Əgər biz səbr etsək, ruzi bizi axtarar. "Lakinnehu xuliqal insanu min acel." Lakin də insan tələskən yaranmışdır.